Növbəti rubrikimiz özünü tənzimləmədir. Özünü tənzimləmə rubrikinə biz baxdığımız zaman görəcəyik ki, özünü tənzimləmədə 4-cü səviyyəyə qədər kodlanır. 1-ci səviyyədə biz demişdik ki, uzun müddətli olmayan bir fəaliyyət, yəni fəaliyyətimiz 5 gündən az olmalıdır və məqsəd və meyarın olmaması vurğulanır. Bir də baxırıq ki, öyrənənlər bir gün ərzində yeni ilə aid divar qəzeti hazırlayırlar. Konkret olaraq müddət verildiyinə görə uzun müddətli hesab olunmur. Səviyyə 2-yə keçdiyimiz zaman biz demişdik ki, özünü tənzimləmədə uzun müddətli fəaliyyət var, yəni 5 gündən yuxarı bir vaxtı nəzərdə tutur. Məqsəd və meyarın olması. Baxırıq növbəti 2 həftə ərzində divar qəzeti hazırlayırlar. Birinci dərs hamı ancaq şəkil axtarır. İkinci dərs hamı mətni yazır, o birisi dərs isə yapışdırırlar. Səviyyə 3-ə biz baxdığımız zaman demişdik ki, mütləq şəkildə lazımdır ki, onlar planlı vəziyyətdə işləsinlər. Növbəti 2 həftə ərzində divar qəzeti hazırlayan öyrənənlər komanda ilə kimin nə vaxt nə edəcəyini özləri qərar verirlər. Ayın sonu hazır işi təqdim edirlər. Gördüyünüz kimi artıq burada planlı bir formada işin icra olunduğunu görmüş oluruq. Səviyyə 4-də isə növbəti 2 həftə ərzində divar qəzeti hazırlayan öyrənənlər planı özləri qururlar. Gələn həftə qaralama versiyasını müəllimə və ya digər qrup yoldaşlarına göstərirlər. Qarşı tərəf səhvləri qeyd edib, düzəliş etdikdən sonra tam hazır işi təqdim edirlər. Burada diqqət yetirəcəyimiz məqam 4-cü səviyyədə rəyin olmasıdır. Rəyi müəllim verir təbii ki, müəllim və yaxud da yoldaşdan ala bilər. Heç bir halda kənar şəxs rəy verə bilməz.